Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bugün günəş kremi alarkən diqqət etməli olan məqamlara toxunacağıq. Hansı günəş kremləri zərərlidir? Hansılarını almamalıyıq? Tərkibləri necə olmalıdır? Bugün bu suallarınıza birlikdə cavab tapacağıq. Əgər videomuz sizin üçün maraqlıdırsa, aşağıda yerləşən bəyən düyməsinə basmağı və fikirlərinizi şərh bölümündə bizimlə bölüşməyi unutmayın. Dərimizə zərər verən günəş kremləri ilk növbədə SPF dəyəri 50-dən aşağı olanlardır. Məsələn, SPF dəyəri 30 yaxud da ki 15 olan günəş kremləri dərimizi tam qorumur. Özəlliklə açıq havada yaxud da ki günəşin altında çox vaxt keçirirsinizsə, bu günəş kremləri sizin dərinizi qorumayacaq və dərinizdə zamanla ləkə, qırışlar yaranacaq. Siz bu problemlərdən qorunmaq istəyirsinizsə, çalışın ki SPF dəyəri 50 olan günəş kremlərindən istifadə edəsiniz. İkinci diqqət eləməli olacağımız məqam günəş kremlərinin üzərində qeyd olunan UVB və UVA yazılarıdır. UVB və UVA günəşin zərərli şüalarıdır və bu şüalar bizim dərimizdə zamanla qırışların, ləkələrin, hətta xərçəngin yaranmasına səbəb olur. Amma təəssüflər olsun ki, bugün satışda olan günəş kremlərinin əksəriyyətinin üzərində sadəcə UVB yazısı qeyd olunub. Siz çalışın ki, günəş kremləri alarkən üzərində UVB ilə yanaşı UVA da qeyd olunsun. Çünki UVB sadəcə dərimizi yanmaqdan qoruyur. UVA isə dərimizi həm qocalmadan, həm də ki xərçəngin yaranma riskindən qorumuş olur. Üçüncü diqqət eləməli olacağımız məqam isə günəş kremlərinin tərkibləridir. Tərkibində oksibenzon, homosalat yaxud da ki paraben olan günəş kremləri dərimizdə zamanla allergik reaksiyalarla yanaşı, hətta hormonal balansın pozulmasına səbəb olur. Bununla bağlı internetdə siz araşdırmalar eləsəniz, xeyli sayda məqalələr görəcəksiniz. Yəni bu günəş kremləri bizim dərimizə hoparaq, dərimiz vasitəsilə qana keçir və bu da bizim hormonal balansımıza mənfi təsir göstərir. Ona görə günəş kremi alarkən çalışın ki, bitki tərkibli məhsullara üstünlük verəsiniz. Bəs hansı günəş kremlərindən istifadə edək? Mənim kimi bitki tərkibli məhsullara üstünlük verənlər üçün bugün sizə İbraşin markasının anti-aging təsirli günəş kremindən danışacağam. Bildirim ki, məhsulun ilk növbədə teksturası yağlı və yapışqan deyil. Dərinizə vurduğunuz zaman dərinizə hopur və nəmləndirir. Bayaq qeyd elədiyimiz məsələ günəşin UVA və UVB işıqlarından bizi qoruyur. SPF dəyəri 50-nin üzərində olduğu üçün dərimizə zamanla ləkə və qırışların yaranmasını da qarşısını alır. Məhsul dermatoloqlar tərəfindən test olunduğu üçün bütün dəri tiplərinə uyğun gəlir. Yəni sizin dərinizin yağlı, quru, həssas olmasının fərqi yoxdur. Bütün dəri tipləri bu məhsuldan istifadə edə bilərlər. Məhsulun tərkibindəki göytikanı bitkisi isə antioksidant özəlliyə malikdir. Bu özəllik isə dərimizi sərbəst radikalların təsirindən qoruyur və yaşlanmanın önünə keçir. Sonda isə bildirmək istəyirəm ki, çalışın ki, günəş kremlərini nəinki yaz-yay aylarında, hətta ilin bütün fəsillərində qışda da istifadə edəsiniz. Çünki günəş kremləri dərimizi günəşin ultrabənövşəyi şüalarından qorumaqla yanaşı, qocalmanın da önünə keçir. Bunu mütləq nəzərə alın. Bugün sizə tövsiyə elədiyim İbraşin markasının anti-aging təsirli günəş kremini İbraşinin bütün filiallarından əldə edə bilərsiniz.